Can Azərbaycan deyib sizləri Gədəbəydən salamlayıram. Kilsəyə getmək üçün çətin bir yolu keçməliyəm. Niyə tuş su? Tuşdu bu su. Yolda bəs harda gecəliyirsiniz, harda qalırsınız? Çobanlıqdır da, maşında dəyəmizdə. Heyvandarlıqla da məşğul olan, ot biçimidir. Harada iş əlimizdə düşdü, özümüz üçün gedir işləyirik, çörək pulumuzu çıxardırıq. Bura qoyun bunu, sənin yanına. Kaçar. Qaçar. Zarafatından qalmır ha. Gələ bilirsiniz nə düşünürəm? Düşünürəm ki, bu yaşıllıqlardan ayrılıb o səsküylü şəhərə dönmək var.